Bu gün biz 3-cü və axırıncı dərsi keçəcəyik və tabulyasiya pəncərəsindən qalan 2 əmrə baxacağıq. Bu əmrə parazdelitelü, bu əmrə çertoy, bir də ki doldurmaya. Gəliz baxaq. 3 dənə belə mətin var və bu mətinlər üzərində əməliyyat aparacağıq ki, sizə daha aydın olsun. Birinci əmr porazdelitelü, yəni belə deyək, vergülə görə, yəni əsas və kəsr hissəsini ayıran işarəyə görə. Tamam ki, burada vergül qoyaq, belə. Deyək ki, kursun qiyməti 1000 manat, deyək ki, 25 qəpikdir. Burada 1500 manat 45 qəpikdir. Burada da 2000 manat 32 qəpikdir. Belə. Bu hissəni eləmirəm, yəni eyni şey olacaq. Buranı qaraldırıq. Keçirik tabulyasiya pəncərəsinin içinə və burada sol cinahla yox, düzünü parazdelitelü seçirik. Bax belə. Və OK düyməsini basırıq. Fikir verdiniz, bu ədədlər sola çəkildi. İndi xətti belə qoysaq, görürsünüz, düz vergülün üstündən keçir. Keçirik bu cədvələ. Bunu da qaraldaq. Buradan seçirik çertoy. Yəni istəyirik ki, bu cədvəldə bax, buradan və buradan xəttlər olsun. Burada seçəndən sonra xətti tutalım ki, bax bura bir daha marker qoyuruq və deyək ki, 10 yarıma marker qoyuruq. Görürsünüz, artıq cədvəlin içində xəttlər var. İndi bu bölməyə keçək. Doldurucu bölməsinə, zapalniti, görək necə işləyir. Bu məlumatlar artıq bizə lazım deyil, bunu silə bilərik. Belə. Tutalım ki, anket doldurursunuz. Burada standart məlumatlar verilir. Burada isə öz məlumatlarınızı doldurmalısınız. Və burada xətt olmalıdır. Bunu necə eləyirik? Əvvəlcə bu cədvəldə hər sətrin axırında tab klavişasını bir dəfə basaq. Sonra həmin cədvəli qaraldırıq, keçirik tabulyasiya bölməsinə. Burada sağ cinahdan olan, yəni buradan olan maksimal pozisiyanı göstəririk. Tutalım ki, 15 santı yaxud 16 santı yığaq, 16. 16-nı bu pəncərəyə keçiririk, ustunavit düyməsini basmaqla. Sonra sağ cinahı göstəririk düzüm üçün. Yəni buradan məlumat düzülsün. Və burada 4 rəqəmi seçirik. Tutalım ki, xətt olsun, qırıq xəttlər olsun. Belə. Sonra OK düyməsini basırıq və bütün bu məlumatı təsdiqləyirik.
və görürsünüz qırıq xəttlər əmələ gəlir. Bugünə bu qədər. Təşəkkürlər.